Salam hörmətli Avroviziya fanları, hər birinizi salamlayırıq. Yeni YouTube kanalımızda Avroviziyaya həsr olunmuş bir kanaldır və hamınızın dəstəyini gözləyirik bu kanal üçün. Kanalda əsasən Avroviziya mahnıları 2026-cı il Avroviziya mahnı müsabiqəsində iştirak edəcək ölkələrin mahnılarına reaksiya və analiz videosu hazırlayacağıq və hər birinizdən abunəlik gözləyirəm, dəstək gözləyirəm. İlk istərdim ki, Danimarkadan başlayaq. Dünən Melodi Grand Prix keçirildi və artıq qalib müəyyənləşib. Soren Torpegard olacaq. Danimarkanı bu mövsüm, bu il Avroviziyada təmsil edən iştirakçı. Dinləməmişəm mahnının sözünü açığı, amma maraqlı gəlir. İlk reaksiyalar nə olacaq? Başlayanda ilk öncə onu deyim ki, biraz saxlayacağım, fikirləri bildirəcəm. Çünki burada blok məsələsi də var ki, YouTube bizi bloklaya bilər və video ümumiyyətlə düşə bilməz. Silinə bilər YouTube'dan, belə deyək. Ona görə də Danimarka ümumiyyətlə Avroviziyada yaxşı, maraqlı ölkələrdəndir. Son illərdə uğursuzluğuna baxmayaraq, Sissalın o tilsimi qırdığı mövsümü nəzərə almasaq, o tənli nəzərə almasaq, bu ildə qatılmışdı Sissal. Amma elə də görünür ki, qalib ola bilmədi və bu dəfə şans Soren Torpegard'ın üzünə güldü. Görək, maraqlı mahnıya oxşuyur. İlk öncə belə üz qabığından For Vigar Hjem. Danimarka dilində deyə mahnı. Görək, reaksiyalar nə olacaq, maraqlıdır. Amma başlamazdan əvvəl bir daha qeyd edim ki, bu il Viyanada keçiriləcək, Avstriyada ötən il JJ'in möhtəşəm opera tipli mahnısından sonra artıq Viyanaya gətirdi kuboku və bu il maraqlı bizi yarış gözləyir. Başlayaq, görək nə göstərir Norveç, Soren Torpegard, For Vigar Hjem. Getdik. Aha, güclü bir başlanğıc etdi. Yaxşı başladı. Yəni başlar-başlamaz artıq diqqətləri özlərinə cəlb edə bildi. Möhtəşəm boğazı fikir verdiniz, boğaz səsinə. Maraqlı həqiqətən. Və ilk 10 saniyə hələ ki cəlb elədi məni, nə yalan deyib. Maraqlıdır. Və bu mahnının ortalarına gələndə mən fikirləşirəm ki, partlayış ola bilər. Əla, əla. Keçidlər möhtəşəmdir, hələ ki hər şey yaxşı gedir. Mahnı üçün ilk saniyələr diqqətimizi cəlb elədi. Maraqlı rəqs. Wow. İfaçının səsi həqiqətən çox gözəldir. Soren Torpegard'ın. Görünür ki, yəni Grand Prix-ni udmaq da elə də asan bir şey deyil, asan məsələ deyil. Və biz görürük ki, artıq öz səsi ilə cəlb eləyə bilib azarkeşləri, oradakı tamaşaçıları səsləri də toplayıb. Hələ ki, yaxşı gedir. Dinləyək. Nəqarətini çox maraqla gözləyirəm. Möhtəşəm. Biz Skandinaviya ölkələrindən çox görmüşük. Eurovision tipi var. Yəni, fanatları çoxdan baxanlar bilər ki, və bu Skandinaviya ölkələri bu belə deyək, formatı həmişə riayət edirlər. Və Danimarkada bu il belə görünür ki, ondan çıxmır. Bir neçə mövsüm çıxdılar o formatdan, uğurlu alınmadı, amma ötən il Sissalın geri dönüşü artıq bu ildə cəlb etdi iştirakçıları bu yoldan irəliləməyə. Axıda diqqət eləyək. Arxadan qoşuldu. Bir elektro rock gördük.
Az qalıb, indi nəqarət hissəsinə keçirik. 1 dəqiqəsi tamam olub. Hələ ki, pis getmir. Sözün açığı. Amma biraz qarışıqlıq da hiss elədim mən mahnıda. Nəqarəti görək qurtaracaqmı? Yox. Yenidən başladı. İkinci hissəsi. Hələ də nəqarətə bilmirəm. Nəqarət oldu mu, yoxsa yox, amma mən isə bilirəm ki, hələ ki o yüksəliş yeri gəlməyib mahnının. Amma onu deyim, səhnə performansı nəsə maraqlı bir şey oxşuyur. Düzdür, qarışıqdır. O Kiprda da necə qarışıq idi, məsələn, ötən il finala çıxa bilmədilər. Qarışıqlığı da sevmir Avroviziya səhnəsi. Bu nəsə elə bir ki, yay dartılması səsi hardasa, hansısa mahnını xatırladır, tam tuta bilmədim amma. Deyəsən, Lorinin Tattoo mahnısında da belə var idi. Səhv xatırlanmamsa. Onu deyirdim. Bir də baxaq. Səhv xatırlamıramsa odur. Biraz zəif qaldı həqiqətən nəqarət. Hələ ki qalxmayıb mahnı. Mən qalxmağını gözləyirəm. Hələ də aşağı tempdə gedir Soren Kierkegaard. Görək. Amma onu deyim ki, səsi çox yaxşıdır. Vokalları qabağa ata bilər. İrəli apara bilər. Aha, başladı hərəkətlənməyə mahnı. Mahnı hərəkətlənməyə başladı. Rəqqaslar da qoşulur. Eyni rəqsə. Kierkegaard, mahnının adı elə Kierkegaard. Və gözləyirik. Hələ də o banger yerin gözləyirik. İki dəqiqəsi tamam oldu mahnının. Hələ ki məncə aşağı, yəni orta templə irəliləyir mahnı. Hələ ki bir nəsə görməmişik, wow olan bir şey görməmişik. Biraz başlanğıcında nəsə etməyə çalışdılar, amma hələ ki nə yalan deyim, o deyil. Yəni zirvə uğrunda mübarizəni məncə unutsun. Hələ ki bu dəqiqəyə qədər deyirəm, çünki artıq mahnının bitməsinə də elə çox qalmayıb. Və biz 2 dəqiqə 10 saniyədən sonra nəsə görə bilərik xüsusi. Bütün mahnılarda bu demək olar ki, belədir 3 dəqiqəlik intervallarda, Eurovision mahnılarında 2 dəqiqədən sonra 10 saniyə sonra artıq başlayır mahnının əsas vuran yeri. Görək burada bizi nə gözləyir bu mərhələdə. Nəsə coşdu. Biraz coşdu Soren. Bax bunu nəzərdə tuturdum. 2 dəqiqə 10 saniyədən sonra nələrsə etməyə çalışır ki, mahnı qalxsın. Mahnı səs top. Əsas bax mahnının performansın bu hissəsi Eurovision mahnılarında yəni önəmlidir. 2 dəqiqə 10 saniyədən sonra artıq nəsə etməlidir mahnı. Yoxsa elə finala çıxmadan da mübarizəni dayandıracaq. Necə ki biz bunu digər mahnılarda görmüşük, digər çıxışlarda da görmüşük. İndi burada mahnı qalxdı bax. 2 dəqiqə 16 saniyədən sonra mahnı çox yaxşı şəkildə qalxır. İzləyək. Məhləkən. Biraz sanki beton buraxdı, amma pis alınmadı. Daha yaxşı inkişaf etdirə bilər bu hissəsini. Tam elə bir ki, çatdıra bilmədi. Amma mahnı dinamikdir bu hissəsi. O izləyən fanatlara yəni yerində dayanmağa qoymur. Hərəkətlidir. Arxadan da yəni elə bir mahnının ritmi var ki, dayanmaq bilmir. Yəni hər elə bir ki,
döyəcləyir. Aha, dance hissəsi. Faviga. Bax bu bu oxunuş səsi çox belə deyək, ləzzət eləyir adama. Fikir verin. Əla. Yəni bu hissəsi bəyəndim. İfaçının bu tərzi daha yaxşıdır. O boğaz hissələrindən daha çox istifadə eləsə uğur qazana bilər. Kifayətdir. Yəni dinlədik. Çox da belə şirdiləsi mahnı deyil. Fikirlərim ondan ibarət ki, toparlamalı olsa. Şirdiləsi mahnı deyil. Normal Eurovision mahnısıdır. Orta saymaq olar. Finala çıxacaqmı, çıxmayacaqmı? Bunu digər təmsilçilərdən də, təmsilçilərin performanslarından və həmin gecə daha çox bilinir bu hissələr. Bu cür ehtimalları vermək daha rahat olur. Amma hal-hazırda yəni çox da zəif deyil. Özünü göstərə bilər. İfaçının səsi çox yaxşıdır. Gənc ifaçıdır. Yəni uğurlu ola bilər əslində. Mahnı da ki, çox belə xoşuma gəlmədi, bəyənmədim sözün açığı. Yəni orta statistik Eurovision mahnısıdır. Amma yenə də finalı çox da rahat çıxmaya da bilər. Yəni çıxmama ehtimalı da var. Yəni qısa sözüm ondan ibarət ki, pis mahnı deyil, amma wow bir şey də deyil. Yəni orta bir mahnıdır. Mahnının gedişində qalxmasını gözlədim filan, amma o əslində gözləntilərim daha böyük idi bu mahnıya, amma istəniləni məncə vermədi. Danimarkaya hər ehtimal, yəni hər şeyə baxmayaraq uğurlar arzulayırıq. Görək o uğursuzluq sindromunu Sissal qırdı. Yenidən Soren Torpegaard Lund bu sindromu başlayacaq yoxsa davam etdirəcək bu uğurlu seriyanı. Belə əziz izləyicilər, YouTube kanalımıza abunə olmağı unutmayın. Birazdan, daha doğrusu yaxın günlərdə digər mahnıları da müzakirə edəcəyik. Digər mahnıları dedikdə, yəni baxmışam əslində digər çıxışlara. Dünən çıxışı təsdiqlənən, Eurovisionda iştirak təsdiqlənən bir neçə ölkə var ki, onlar haqqında da ilk reaksiya videolarımı çəkəcəm. Amma digər məsələn ölkələr var ki, Kipr, eyni zamanda daha əvvəl Albaniya. Yəni o mahnılara çıxışına baxmışam. Qarşıdan eyni zamanda digər ölkələrin də milli finalları gəlir. İsveç gəlir, Melodi Festivalin, Finlandiya gəlir, çox maraqlı orada iştirakçılar var. Çalışacağım ki, onlar haqqında da video hazırlayım, iştirakçıları analiz edək. Burada sizə düşən yeganə şey, əgər Eurovisionla maraqlanırsınızsa, xahiş edirəm ki, abunə və like, eyni zamanda dostlarınız da varsa onlara göndərin. Bu videonu sağ olun, sağlıqla qalın, növbəti videolarda görüşənədək Eurovision həyəcanı hələ indi başlayır. Hələlik.